Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində bir xəbər diqqətinizə çatdıraraq 11 iyun tarixidir. Belə ki, xəbər verdiyimiz kimi Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Saziş 2025-ci ilin aprelin 23-də Pekin şəhərində imzalanıb. Ötən gün Azərbaycan prezidenti İlham Əliyev də sözü gedən sazişi təsdiqləyib. Lakin vətəndaşlar hələ də Çinə vizasız səfərin mümkün olmadığını bildirirlər. Sosial şəbəkələrdə bununla bağlı bir sıra məlumatlar var ki, və həmin məlumatlarda narazılıqlardan ibarətdir. Belə ki, bilet aldıqlarını deyən uçuş tarixi yaxınlaşsa da viza tələb edilməsi barədə əlavə pul istənildiyini iddia edən sərnişinlər də var və bununla bağlı Global Info Aza açıqlama verən turizm eksperti Ceyhun Aşırov bildirib ki, növbəti aylardan etibarən vətəndaşlar vizasız səfər eləyə biləcəklər. Daha ətraflı məlumatı Xarici İşlər Nazirliyindən və Çin səfirliyindən almaq olar. Ümumiyyətlə Çin vətəndaşları üçün vizanın aradan qaldırılması əsas addım idi. Daha sonra qarşılıqlı olaraq Azərbaycan vətəndaşları üçün də viza ləğv edildi. Ümumi vətəndaş pasportu olan vətəndaşlar gediş-gəlişi sərbəst şəkildə həyata keçirə biləcəklər. Çin vizası indiyədək ödənişli idi və bunun üçün səfirliyə müraciət edilirdi. Aprelin 23-də isə saziş imzalanmasına baxmayaraq onun qüvvəyə minməsi bir qədər sonra baş verdi. Hazırda isə Çindən Azərbaycana gələnlər üçün vizasız rejim mövcuddur. Vətəndaşlarımız üçün isə bu növbəti aylarda təmin ediləcək deyə turizm eksperti açıqlamasında bildirib.